miqat eləməyi yığışdırın da kişi. Bu miqat eləmək nədir? Bu görüntülərə bir daha baxın. Bakıda olub hadisə. Arxadan gələn o ağ maşına bir dənə diqqətlə fikir verin. Miqat eləyə necə aləmi qatır bir-birinə. Xışlaya gəlir qardaş. Axırda da ən böyük ziyanı da elə özü görür. Bu maşını qoyuram kənara. Yəni tək bu maşından danışmırıq. Ümumiyyətlə miqat eləmək nədir? 60-lıq yolda da miqat eləyirlər, 110-luq yolda da. Ay kişi, eləməyin də bunu. Qarşınızdakı sürücünü çaşdırırsınız. Götürək elə mənim özümü. 15 ilə yaxındır ki, maşın sürürəm. Dəfələrlə təcrübəsi sürücülərdən maşınımı qaçırtmağı bacarmışam. Bacarmışam ki, mənə vurmasınlar. Qadınlı, kişili fərqi yoxdur. Amma bu trasda məni belə çaşdırır. Bu arxadan gələnlərin miqat eləməyi, yəni qırpmağı, işıq qırpmağı. Azərbaycan dilində desəm. O qədər təcrübəsi sürücü var ki yollarda. Qadınlı, kişili fərq eləmir. Xanımlara adicə siqnal verəndə belə özlərini itirirlər. O ki qaldı bu kimi sürücülərə miqat eləyəsən. Sürətli zolaq zaten ötmək üçündür. Ötdün keçirsən ikinci zolağa, yəni sağa. Təcrübəli sürücü zaten arxadan gələni görüb çıxır da sağa. Təcrübəsiz isə həm sağa çıxmır, həm də üstə gəl arxadan gələn onu el dilində desə elə təkərə salır. Hələ o bir kateqoriyada var. Görür ki sağda maşın var. Oturur miqatın üstünə ki harasa çıx, mən gedim. A kişi hara çıxım?